Bir ad, bir irs, bir şəhərin itirilmiş rəngi. Qafqazın rəng yaddaşını fırça ilə dindirən bir rəssamın taleyinin təfərrüatları. Bu 19-cu əsrdən bugünə öz rəng palitrası, duyan qəlbi ilə ölməzlik qazanan rəssam Mirzə Qədim İrəvanidir. Onun rəsmləri keçmişlə müasirliyin vəhdətini özündə birləşdirən, bugün çağdaş rəssamlıq sənətinin misilsiz xəzinəsidir. 1925-1975-ci illərdə yaşayan Mirzə Qədim Məhəmməd Hüseynoğlu İrəvani İrəvandan anadan olub və taleyini rənglər ahənginə bağlayıb. Onun yaradıcılığı Azərbaycanın yeni dövr təsviri sənətində xüsusilə yadda qalıb və Azərbaycan panel rəssamlığının əsasını qoyması kimi xarakterizə olunur. Rəssamın ilk portreti 2 ədəd, şüşə üzərində işlənən rəqqasə və dərviş əsərləridir. Bu əsərlər Azərbaycan İncəsənət Muzeyində saxlanılır. Quşlar və çiçəklər, qızılgül və qaranqış, güllər və qırqovul kimi əsərlər sənətkarın təbiət təsvirlərinə xüsusi həssaslığına ittifa edir. Onun həmçinin ən çox tanınan əsərləri gənc qadının portreti, gənc oğlanın portreti, Fətəli Şahın portreti, rəqqasələr, Molla, Şah Qacar Şahzadəsi Mahtələt xanım, Qacar Şəhzadəsi Vəcihulla Mirzə, Quş və Çiçəklər, həmçinin 1850-ci illərdə İrəvandakı Sərdar Sarayının divarlarında yağlı boya ilə çəkilmiş 4 böyük portret və bu kimi əsərlər var ki, bunlar da həm ölkə daxili, həm də ölkə xarici muzeylərdə saxlanılır. ...1914-cü ildə İrəvandakı Sərdar Sarayının tamamilə dağıdıldığı dövrdə orada olan portretlər divardan çıxarılır və bu əsərlər hal-hazırda Gürcüstan Dövlət Muzeyində yerləşirlər. Onlardan hər birinin üzərində rəssam Mirzə Qədim İrəvaninin öz imzası var. Bu faktın həqiqətən İrəvani tərəfindən işlənilməsi təsdiqlənib. 1938-1939-cu illərdə Azərbaycan Milli İncəsənət Muzeyi Mirzə Qədim İrəvaninin bir neçə maraqlı əsərini əldə edir. Araşdırılan kolleksiyanın materialları əsasında 19-cu əsrin Azərbaycan rəssamları adlı məqalə dərc olunur. Və bu məqalə o dövrlər geniş rezonans doğurur. Hətta qeyri-dəqiq məlumatların da olduğu müzakirələrə səbəb olur. Bu da rəssamın yaradıcılığını daha dəqiq araşdırılmasının zəruriliyini önə çəkir. Ölümündən sonra İrəvaninin ailə arxivində onun 100-dən artıq əsərləri saxlanılırdı. Lakin rəssamın böyük oğlunun həyat yoldaşı Fatimə xanım Qurbanbəyovanın 1921-ci ildə İrəvandan Bakıya köçməsindən sonra rəssamın əsərləri və kitabxanası İrəvanda qalır və itirilir. Onların az bir hissəsini Bakıya gətirmək mümkün olur. Hər detal bir kimlik, hər əsər bir dəyər, bu dəyərlər isə bizə əmanətdir. Özü də xalq əmanəti. Xalq Bankın oxucuları olan bu kitab töhfəsi keçmişdən gələn rənglər ahəngi ilə bu günün yaddaşını gələcəyə aparan üfüq işığıdır. Ölməzlik qazanan bir mirasdır. Kitabxanası zəngin olan, lakin dağıdılan, itirilən rəssam Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığının əksi bugün bizim kitabxanalarımızı bəzəyir. Bir şəhərin hər naxışına hopan tarix kimi.